Məşhur vəkil Elman Paşayevin oğlu 26 yaşlı Elvin Paşayev Rusiyada qara realtorlar işi çərçivəsində həbs olunub. Məlumata görə o, bu ilin fevral ayından istintaq təcridxanasında saxlanılır və xüsusilə böyük məbləğdə dələduzluqda ittiham edilir. İstintaq materiallarına əsasən cinayət işi 2025-ci ilin payızında Moskvanın bir mənzil sahibinin itkin düşməsi ilə bağlı başlanılıb və ilkin olaraq qəsdən adam öldürmə maddəsi ilə araşdırılıb. Həmin mənzilin daha əvvəl Elvin Paşayevin atası Elman Paşayevlə əlaqəsi olduğu bildirilir. Sonradan itkin düşən şəxsin meyidi tapılıb. İddialara görə sözü gedən mənzil daha sonra Elman Paşayevin iştirakı ilə bağlı olan sxemlərdə istifadə olunub. 2024-cü ildə onun xüsusi hərbi əməliyyat zonasında olarkən mənzilin bir hərbçi adına rəsmiləşdirilməsi barədə razılaşma əldə etdiyi, daha sonra isə həmin hərbçinin mənzili Elvin Paşayev ötürdüyü iddia edilir. Hazırda Elvin Paşayevə yalnız dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.